Salam göyərçin sevənlər, göyərçin hobbisi olan, sevdası olan, bizi izləyən nömrə 1 göyərçin klubunun dəstəkçiləri, izləyiciləri, hər birinizi xoş gördük. Deməli, bu bizim növbəti video çəkilişimizdir. Bu günlərin Bakının qədim kəndlərindən olan Saraydayıq. Bizim nömrə 1 göyərçin klubunun həm yarışmacısı, həm də hakimlər heyətinin üzvü Famil qardaşın həyətindəyik. Onun quşlarına baxış keçirməyə gəlmişik. Həm də elə bir dostluq görüşüdür. Bizim cənub bölgəsindən, Cəllabaddan təmsilçimiz Elşən Rzayev qardaşımız buradadır. Elşən, xoş gəlmişsən. Həm də bizim yarışmacıdır. Sənə uğurlar arzuluyuruq. Onu da qeyd edeyim ki, nömrə 1 göyərçinlər klubunun hakimlər heyəti Təşəkkür Hüseynov, Mehman Lənkəranlı, Novruz qardaşımız, həm də video bloger. Novruz, səni də salamlayırıq, əziyyət çəkirsən, Saraylı və klubun digər bir üzvü, yəni üyəsi mən Elçin Abbasov sizinlə birlikdəyəm. İnşallah yayda yaxşı uçuşlarımız olacaq. Nömrə 1 göyərçin klubuna yarışmaya 15 iştirakçı qoşulubdur. Allahın izni ilə hər birinə uğurlar arzuluyuruq. Hazırda gördüyünüz, tamaşa elədiyiniz quşlar Famil qardaşın illərdir əziyyət çəkib hazırladığı, yetişdirdiyi quşlardır. Burada Familin özünün belə deyək, törətdiyi cinslər də var. Onun yaxın dostu Mərdəkan Nasif qardaş var. Buradan çəkiş vasitəsilə Asifi salamlayırıq. Asifin quşlarından Famil sənə veribdir, törətmişsən. Onlar da gözəl quşlardır. Famil qardaş göstərir, biz baxırıq. Maşallah. Mən özüm 2025-ci ildə burada həyətdə olmuşam. Elşən, mən bu quşların uçuşuna baxmışam. Həqiqətən yaxşı uçuşa qadirdirlər, yaxşı havaya dözümlü quşlardır. Allah xeyrin versin. Maşallah olsun. Maşallah olsun. Təşəkkür dayı. Buyur, sən özün davam eləyin. Mən də hamını salamlayıram öz adımdan. Familə də uğurlar diləyirəm qardaş. Allah xeyir versin. Sağ ol. Çox Maşallah olsun. Dırnaları bərk olsun. Mən ümumiyyətcə bütün bu yarış iştirakçılarına hamıya uğurlar arzulayıram. Yəni hamı da yaxşı saatlar görsün qapısında. İnşallah mən də fikirləşirəm ki, belə yaxşı uçuşlar olacaq Allahın köməkliyi. Hamıda maşallah yaxşı heyvanlar var. Belə. Mən də sizi salamlayıram. Xoş gəlmisiniz. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram. İnşallah biz də yarışa qoşulmuşuq. Həm hakim kimi, həm iştirakçı kimi. Biz də yaxşı nəticələr görmək istəyirik. Yəni inşallah sağlıq olar. Biz də göstərmək istəyirik gücümüzü. Allah xeyir versin. Sağlar olsun. Mən də qardaşları salamlayıram. Yarış iştirakçıları uğurlar arzu edirəm. Yəni bizim cənub zonasından olan iştirakçıları da salamlayıram buradan. Uğurlar olsun Famil. Allah malı bərəkət versin, dırnaqları bərk olsun. Uğurlar qardaş sənə. Sağ ol, çox sağ ol. Sənə də uğurlar arzulayıram. Müşahidə edirsən, rəqib də olsayız, amma biz dostuq. İnşallah. Mən müşahidə elədim quşları. Biz rəqib, heç mənim rəqib deməyək, amma biz dostluq görüşü kimi qəbul edirəm mən bunu. Yarışma barəsində. Yarışma barəsində də maşallah heyvanları gözəl heyvandır. İnşallah gözəl nəticələr göstərər Famil qardaş. Heyvanlara da maşallah olsun. Əla. Uğurlar qardaş sənə. Bir sual verim sənə. Buyur. Uçuşlar barədə nə deyə bilərsən bu quşların səskiləri, cizgiləri? Valla bu quşdan uçuş barəsində sən özün də şahid olmuşsan, Novruz da şahid olub. Yəni quş qaydasında qədər. Quş bir dəfə yerindən çıxdısa, özün də soruşmuşsan məndən ki, Famil bu neçə dəqiqə gələcək? Demişəm 20 dəqiqə, 25 dəqiqə. Elə də gəlib düşüb, heç o yana bu yana olmur. Həyətdə 3-4 nəfər adam olub. Yəni quş heç adama reaksiya verməyib. Bəli. Saatını tamamlayıb gəlib düşüb yerə. Baxmışıq, çəkilişimizi eləmişik, paylaşımlar eləmişik. Novruzun Allah canı sağ eləsin, həmişə əziyyətimizi çəkib. Sağ olsun. O yay çəkilişlərindən, yəni 2025-in o iyul ayının
ən isti günü idi Hə, də. bərk isti 16-sı günü. idi. Elə 3 gün isti oldu. İyul ayının 16-sı. 12-si bir də 14-ü. Hə, Bir gündən bir eyni quşları. 14-ü, 16-sı ərəfəsi idi. Səhv eləmirəmsə. Bizdə 12-si 14-ü. çəkiliş var. Hə. Yəni elə təşəkkürlər. Məsləhət olası elə Famil qardaşım bax bu video çəkilişin Novruzun görüşün səhifəsində sonunda o göydən gələn 6 dəqiqəyə sənin quşun düşdü həyətə. Yəni Hə. toz kimidən çıxdı. Mən özüm demişəm. Yəni quş qanat vurmurdu da sanki süzürdü. Bir qartal gəldi. Həmən quşlar özü də Ağmayanın özü, ağmayan. Ağ ərkəkdir, ağ hamısı burada. Bəli. Mən Həmin quşlarımız ağmayan ağ üstündədir, çəkilişini hamısı elə bir-birinə oxşayır. Videonun sonunda biz qoyarıq. Qoy bizi izləyən yoldaşlar görsün ki, yəni uçan quş özünü bildirir. Yəni yerində uçan hansı formada gəlməlidir, hansı formada uçmalıdır. Yəni biz bunu təbliğat eləyiriksə, aparırıqsa, düzgün təbliğ eləməliyik. Yəni yaxşı olar ki, indi yarış keçirsək də, meydanda olsaq da, belə deyim də, örnək bir uçuşlar sərgiləməliyik. Yarışımız da elə olmalıdır ki, yəni qoy quşbazlıq daha da inkişaf eləsin. Düzdür, çox yerdə mənə deyirlər ki, nömrə 1 göyərçinlər klubu yarış qaydalarını çox sərt qoyubdur. Quş yerinə vaxtında bağlanmalıdır, yerindən vaxtında çıxmalıdır. Yarımavanın altında, aşağılarda 17 mərtəbə, nə bilim 200 metrdə uçmamalıdır. Çətin qaydalardır. Bəli, mən özüm də etiraf edirəm ki, bizim qaydalar çətindir. Ancaq biz bunu çətin yola girsək də düzgün yola girmişik. Allahın izni ilə çətin və yolun sonu işıqlı olacaq. İnşallah. Bəli, başqa cür hər cürə tipler stilində o digər şəkillərdə yarış keçirdək qayda, ayağı yerə vurunca o birisi qayda qəbul eləyək. Sonunda nə olacaq? Amma danışanda hamımız deyirik ki, qum ayağı yandıranda, dədə-baba qaydasında, quş çizgisində. Amma əməlimiz onu təsbit eləməyəndə bu işin sonu hara gedib çıxacaq Elşən qardaş? Adam da yaxın yandıra. Yəni ona görə biraz belə şeylərə bizim kluba aiddir, yəni mənim dediklərim. İştirakçılarımız hamısı diqqət eləməlidir, həmçində siz. Elçin müəllim, yüksək uçuşa qaçmaq lazımdır. Mən həmişə demişəm, yüksək uçuşa qaçmaq lazımdır. Düzgün uçuşa qaçmaq lazımdır. Düzgün. Mənə məsələn lazımdır o 12 saat, 14 saat gələcək, gedəcək. İzləyənləri də bezdirəcək, quş yiyəsini də bezdirəcək. 6-7 saat uçsun, quş qaydasında uçsun, çıxsın yerindən gəlsin, düşsün. Heç kim də deyənməz ki, 5-6 saat pis saatdır. Mən üçün şəxsən əla saatdır 5-6 saat. Hər gün uçuş 5-6 saat gözəldir. Yəni bir gündən bir, hər gün. Yəni 5 dənə oğlan gələndə sənə padvalat eləməsə uçsun. Atqaz olmayan. Atqaz olmayan quş 5-6 saat uçsun, pasiyan uçsun. Ayda bir dəfə mənə 12 saat, ayda 2 dəfə mənə lazımdır öyle quş. Pasiyan uçsun. Amil, sənə bir dənə sual vermək istəyirəm. İndi bu quşlar səndə neçə əllərin cinsidir də, mən belə başa düşürəm. Bunların uçuş stilləri necədir? Oynamaqları var, tez yuxarı gedirlər, qalxanda gedirlər. O barədə danış biraz. Qalxanda oynayır, hamısı oynayır, oynamayanı yoxdur. Hərəsi bir 5-6 dənə oynayırlar, ya. Çox yox, 5-6 dənə. Az da oynayanı var, 1-2 dənə də oynayan var. Bunlar necə oynayırlar? Məsələn, Stalbovoy var, Vintovoy var. Dişlənib oynayır da, yəni dikəlib oynayırlar. Dikəlib oynayır. Yox, mən döşündə oynayan saxlamıram. Elə maşallah olsun. Yəni belə deyək də qardaşlar, Famil o dikəlib oynayan deyəndə o dialekt sözləri işlədir. Yəni quşun dartınıb oynayırlar. Stalbovoydu, bizdə belə deyim, Şaqul istiqamətdə quş qalxdı, sallana oynayır dartını, oynayır dartılır, belə deyək, dik, üzü yuxarı, başı aşağı, belə deyək, o nə dedim, gedə-gedə oynamaq demək istəmir. Yəni o tərzdə oyunlar düzgün deyil. 15-20 dəqiqəyə dolurlar da yerlərini. 10 dəqiqəyə də dolan var. Yəni quş baxır indi. Uzağı da itənə kimi 20 dəqiqə. 20 dəqiqə itirlər. Maşallah. Uçuşları necədir? Yəni yuxarıda onları tapmaq olur, dərin olur. yoxsa necə Olur. görürsən? Dəfələrlə izləmişəm. 3 saatdan bir, 4 saatdan bir olur.